Herkese salam. Bugün sizə faiz mövzusuna aid nümunələr əsasında sadə izah verəcəm. Birinci gəlin bir neçə misallarla tanış olaq. Kvadrat şəkildə göstərilən qaydada 25 konqruent kvadrata bölünmüşdür. İştiraklanmış hissənin sahəsi böyük kvadratın sahəsinin neçə faizidir? Konqruent kvadrat nə deməkdir? Konqruent bərabər deməkdir. Yəni bu kvadrat hər biri tərəfləri eynidir. Bir-birinə bərabərdir. İştiraklanmış hissə böyük kvadratın neçə faizidir? Faizini tapmazdan əvvəl görə iştiraklanmış hissə kvadratın neçə hissəsini təşkil edir? Hissəni tapmaq üçün çox asandır, bilirsiniz. Ümumi hesablayaq nə qədər var? Burada 5 var. Burada da 5 varsa 5-i 5-ə vuranda burada ümumi 25 kvadrat var. Zaten şərtdə də bizə deyir 25'dir. 25 kvadrat var. Necə yazırdıq? Ümumini aşağıda yazırdıq həmişə. 25'də neçəsi rənglənib? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11'i rənglənib. İndi 25'də 11'i biz faizə çevirə bilərikmi? Çevirə bilərik. 25'də 11'i faizə çevirəndə ümumiyyətcə ədədi faizə çevirmək üçün onu 100'ə vurmaq lazımdır. Yəni hissəni faizə çevirəndə biz bunu 100'ə vuracağıq. Yəni faizə çevirmək 100'ə vurmaq deməkdir. Yəqin ki bunu ixtisar etmək bilirsiniz. 25 25'ə bölünəndə 1 edir. 100 25'ə bölünəndə 4 edir. 11'i 4'ə vuranda da 44 edir. 44 faiz yəni. Deməli, bu rənglənmişlər ümuminin 44 faizini təşkil edir. Bu da eyni şəkildə olacaqdır. Bunu da özünüz etməyə çalışın. Gələk bura. Cədvəldəki ədədlərin neçə faizi natural ədədlərdir? Birinci natural ədədləri seçək. Yenə hissəni tapaq, ondan sonra faizə çevirərik. 8 naturaldır. Ümumiyyətcə natural ədədlər nə edilir? Bütün müsbət ədədlər natural ədəd, daha doğrusu müsbət kəsir olmayan ədəddir. Baxın, məsələn bu kəsirdir, natural deyil. Rasionaldır. Mənfidir bu. Natural deyil. Natural müsbət olmalıdır. Bu da mənfidir, deyil. Bu kəsirdir, bu da deyil. Bu da kəsirdir, deyil. Mənfidir, deyil. Kəsirdir, deyil, həm də mənfidir. Kəsirdir, bu da deyil. Deməli, burada neçə natural ədədimiz var? 2 dənə natural ədəd var, 4 və 8. İndi biz bunu kəsir kimi yazsaq, neçə kvadrat var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 ədəd var. Bu 10 ədədin neçəsi naturaldır? İkisi. 10'da ikisi naturaldır, eləmi? Biz bunu faizə necə çevirək? Dedik ki, hissəni faizə çevirmək üçün 100'ə vurmaq lazımdır. Çox asandır. 0'dan 0 gedəcək. 2'ni 10'a vuranda 20 faiz edəcəkdir. Ümid edirəm aydın oldu. Dördüncündə özünüz həll etməyə çalışın. Yenə natural ədədləri soruşun. Natural ədədləri seçib kəsir formasına yazacaqsınız. Sonra onu faizə çevirəcəksiniz. 5'də yenə konqruent kvadratlara bölünmüş ABCD kvadratının neçə hissəsi şərhlənmişdir. Əslində bu birinci və ikinci ilə eynidir. Amma istəyirsə yenidən izah edin bunu. Deməli, neçə kvadrat var dedik. Birinci buna baxaq. Burada 5'dir. Burada da 5'dir. 5'i 5'ə vuranda ümumi 25 kvadratımız var. Ümumi neymiş? Aşağıda yazırıq. Yəni bu tərəfdən yazaq. 25. Neçəsi ştriklənib? 3'ü. 25'də 3'ü ştriklənib. İndi biz bunu faizə necə çevirək? 100'ə vuraq. Bəli. 25'i 25'ə bölündə 1, 100'i 25'ə bölündə 4. Sonra 3'ü də 4'ə vursa 12 faiz edəcəkdir. B variantı. Xahiş edirəm bu tapşırıqların hamısını dəftərə yazın. Hamısını. Mənim yazılarımın hamısını və sizə dediklərimin də hamısını. Məsələn, bunu da özünüz həll edəcəksiniz dəftərinizdə, amma burada diqqətli olun, ştriklənməmişdir deyir. Biz burada ştriklənmişləri tapdıq, amma siz ştriklənməmişləri tapacaqsınız. Çox sadədir. Aşağıya yenə ümumi neçə kvadrat var onu yazırsınız. Burada neçə dənə ştriklənməyib
onu yazırsınız. Yəni 3 çıxsa, cəmdən 3 çıxsa tapacaqsınız ştrixlənməyənləri, sonra 100-ə vuracaqsınız, tapacaqsınız. 7. Düzbucaqlı kongruent kvadratlara ayrılıb, ştrixlənmiş sahə bütün sahənin neçə faizdir? Yəni uşaqlar, eyni şəkildə yuxarıdakindən eyni olacaq, amma istəsəz izah edərəm. Bunu özünüz edin, mən 8 izah edim. Yəni 8-ə baxıb 7-ni eləyə bilərsiniz. Baxın. Burada neçə kvadrat var? 10 kvadrat var da ümumi eləmi? Neçəsi ştrixlənib? Hesablayanda görürük ki, 7 dənəsi ştrixlənib. Əgər ştrixlənməyən desəydi, biz bura 3 yazacaqdıq. Amma ştrixlənib deyə 7 yazırıq. Vur 100. Niyə 100-ə vurduq? Çünki biz bunu faizə çevirməliyik. Bunu gedir, qalır 70 faiz. Y variantı. 9-u da 7-ni də 8-dəki kimi edəcəksiniz. Bunları sizə buraxıram. 10-cu sual. 80 faizi 180 olan ədədi tapın. Faizinə görə ədədi tapmaq üçün normalda bizim 2 qaydamız var. Ən təməl qayda kimi ədədin faizini tapmaq və faizinə görə ədədi tapmaq. Ədədin faizini tapanda, yəni faiz ikinci gələndə bilirsiniz ki, ədədi faizə vurub 100-ə bölürük. Amma burada faizinə görə ədəd tapırıq deyə, yəni birinci faiz gəlir deyə, faizə görə ədəd tapmaq üçün ədədi faiz göstərən ədədə vurub, yəni ədədimiz neçədir? 180 deyiləmi? 180-i faiz göstərən ədədə vurub, daha doğrusu bölüb, baxın, bölüb, 80-ə bölüb, baxın, kəsirlə yazıram. Nəyə vururuq? 100-ə vururuq. Vurulsun 100. 100-ə vururuq. Deməli, bir daha təkrar edirəm. Faizə görə ədəd tapmaq üçün ədədi faiz göstərən ədədə bölüb 100-ə vururuq. Uşaqlar, bu bölmək deməkdir də. Yəqin ki, bilirsiniz, kəsir xətti bölməkdir. İndi bunu hesablayaq. Bu sıfırla bu sıfırı aparaq. 8 ilə 100-ü aparsaq, 8-i 4-ə bölsək 2, 100-ü 4-ə bölsək 25. Sonra 2 ilə 18-i də aparaq. 2-ni 2-yə böləndə 1, 18-i 2-yə böləndə 9. İndi 9-u 25-ə vuranda 45, 4 yadda 225 edəcəkdir. Bəli, cavabımız 225 var burada. 11-də 0,43 onluq kəsirini faizlə ifadə edin. Bayaq dediyim kimi kəsri faizə çevirəndə nə edirdik? Baxın, yuxarıdakı tapşırıqlarda nə edirdik? Biz kəsri faizə çevirəndə, baxın, məsələn, burada kəsirdi bu. Faizə çevirəndə nə edirdik? 100-ə vurduq. Sonra burada da nə edirdik? 100-ə vurduq faizə çevirəndə. Baxın, burada da tapdıq. Sonra 100-ə vurduq kəsri. Burada da eyni şəkildə olacaqdır. Qayda kimi yazmışam. Kəsri faizə çevirmək üçün onu 100-ə vurmalıyıq. Yəni 0,43-ü 100-ə vurmalıyıq ki, o faizə çevirəsin. Onu kəsirləri 100-ə vuranda nə edirik? Burada 2 dənə 0 var deyə vergülümüz burada da eləmi? Biz bunu 2 dənə sağa atırıq. 1, 2. Yəni burada olacaq vergül 43. Yəni bundan əvvəl, yəni 0,43 yazmırıq təbii ki, 0,43 heç nə deməkdir. Yəni 0 gedir, qalır 43 orada. İstəsəniz %43-ü belə də yazıb vura bilərsiniz. Zaten 100-lə 100 ixtisar gedəcək, cavab 43 qalacaq. Yəni siz necə rahatsa elə həll edə bilərsiniz. Mən sadəcə daha asan yolunu dedim. 43 faizə çevirdik deyə faiz yazmalıyıq. Yəni onluq kəsiri faizə çevirəcəksiniz. 11-dəki kimi olacaq. Bunu da sizə buraxıram. 13. 86 tam %42 faizi onluq kəsir şəklində göstərin. Baxaq. Bu arada, əgər videonu bura qədər izləmişsinizsə, rəylərə ağ ürək atın. Yaxşımı? Nəsə bəlirləyək ki, mən bilim ki, siz bunu izləmişsiniz. Yəni, ağ ürək atsanız, yorumlara mən biləcəm ki, siz bunu izləmişsiniz. 13. Və həll etmişsiniz. 13. 86 tam %42 faizi onluq kəsirə çevirən. Uşaqlar, bayaqdan biz faizə çevirirdik. İndi faizdən kəsirə çeviririk. Görün, tərsinə olacaq. Faizə çevirəndə 100-ə vururduqsa, kəsirə çevirəndə nə eləyəcək? 100-ə böləcək. Bəli, tərsinə eləyəcək. 100-ə bölməliyik indi. Biz 86 tam %42-ni bölməliyik 100-ə. Çünki artıq bu özü faizdir. Biz bunu çevirəcəyik kəsirə.
100-ə böləndə. Baxın, vuranda dedik ki, 0 belə atırıq, amma böləndə tərsinə olacaq. Böləndə 2 0 sola atacaq. 1, 2. Təbii ki, burada 0 əlavə eləməliyik ki, olsun belə 0-dan 10.000-də 8642 olacaq. Yəni cavab B variantı olacaq. Yenə dediyim kimi istəsəniz bunu kəsir formasında da yaza bilərsiniz. Yəni kəsir formasında yazıb hesablaya bilərsiniz. 100-ə böləndə, yəni bu 100 belə olur da, bilirsiniz. Yəni böləndə təbii ki biz bunu tərsinə çevirməliyik. Tərsinə çevirəndə necə olur? Vurulsun yazırıq və 100-də 1 yazırıq. Baxın. Eyni ədəd alınacaq. Sadəcə sizə necə rahatdırsa elə edin. Baxın, 10.000-də 8642, yəni 0,10.000-də 8642. Yəni sizə necə rahatdırsa hesablaması elə hesablaya bilərsiniz, amma bu daha rahat üsuldur. Böləndə sola vergül atırıq, vuranda sağa vergül atırıq. B variantı. 14-ü də özünüz həll edəcəksiniz. Yenə kəsirə çevirəndə nə edirik? 100-ə bölməliyik. Baxın, bura qaydada yazmışam. Faizi kəsirə çevirmək üçün 100-ə bölmək lazımdır. Baxın, böldüm burada. Sizə də göstərdim necə bölürük. Ədədin yarısı onun neçə faizidir? Bir ədəd digər ədədin neçə faizdir deyirsə, həmin ədədi o birinə bölüb 100-ə vurmaq lazımdır. Məsələn, bizə deyir ki, məsələn deyirəm, 2 ədədi, baxın, burada yoxdur, özüm üçün deyirəm. 2 ədədi onun neçə faizidir? Neçə faizidir? Baxın, burada biz faiz nisbətini tapırıq. Faiz nisbəti. Bunu tapmaq üçün birincini ikinciyə bölüb 100-ə vurmalıyıq. Yəni 2-ni 10-a bölüb 100-ə vurmalıyıq. Baxın, bir də təkrar edirəm. Faiz nisbətini tapmaq üçün birincini ikinciyə bölüb 100-ə vururuq. Bunu qayda dəftərinə qeyd edin. Birincini ikinciyə bölüb 100-ə vururuq. Yəni 2-ni 10-a böldük və 100-ə vurduq. Bunlar gedir, qalır 20%. Bu qədər. Təbii ki, burada bu misaldan söhbət getmir. Mən bunu elə-belə yazdım. İndi bunu siləcəm. Siz köçürtdünüzsə bunu qayda dəftərinə. Mən bunu silim. Sadəcə izah üçün yazmışdım. İndi keçə öz misalımıza, bizə verilən misala yəni. Ədədin yarısı onun neçə faizidir? Baxaq, ədədin yarısı. Biz bunu həll eləmək üçün normalda bunu əzbər bilməlikdə ədədin yarısı 50% olur. Yəni 2-də 1 hissəsi olurdu. 2-də 1-də 100-ə vuranda 50% eləyir. Amma gəlin bunu bir nümunə əsasında götürək. Məsələn, deyək ki, 8, 16-nın, yazaq 8 ədədi 16-nın neçə faizidir? Neçə faizidir? Baxın, ədədin yarısıdır. Eləmi 16-nın yarısı 8-dir. Bilirik. Yəni 8 ədədi 16-nın neçə faizi? Məsələn, 5 ilə 10-u da götürə bilərsiniz. 4 ilə 8-dən götürə bilərsiniz. Yəni 4 8-in yarısıdır. 5 10-un yarısıdır. 8 16-nın yarısıdır. 8 16-nın neçə faizidir? Nə edirik? Birincini ikinciyə bölüb 100-ə vururuq. Baxaq, burada ixtisar aparaq. 8-i 8-ə böləndə 1, 16-nı 8-ə böləndə 2, 2 ilə də 100-ə aparsaq, ikisi də cütdür, bilirik ki, cüt ədədlər 2-yə bölünür. 2-ni 2-yə böləndə 1, 100-ü 2-yə böləndə də 50 edəcək. 50% olacaqdır. Yəni, istədiyiniz nümunəni yoxlasanız 50% olacaq. Əslində, buna əzbər bilməlisiniz. Belə hesablamağa ehtiyac yoxdur, amma yenə də mən izah üçün sizə göstərdim. Gəlirik sonuncu, yox sonuncu deyil, amma İstəyirsə burada yekunlaşdıraq. Mən 16 ilə 17-də başlayalım, yekunlaşdıraq. Çünki çox yoruldunuz. 130-un 30%-ni tapın. Ədədin faizini tapmaq üçün, yəni bu ən təməl qaydadır da, uşaqlar. 2 dənə qaydası var demişdim faizin. Bir ədədin faizini tapmaq, bir də faizinə görə ədədi tapmaq. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölürük. Yəni ədədimiz 130-dur. 130-u faiz göstərən ədəd faizimiz 30-dur. 30-a vurub 100-ə bölməliyik. İndi 0 ilə 0 gedir, 0 ilə 0 gedəcək, qalacaq 39. Baxın, A variantı. 17-də də eyni qaydadır. Amma faizinə görə ədədi tapın desə, yəni birinci faiz gəlsə, o zaman tərsinə olacaq. Faizə bölüb 100-ə vuracaqsınız bu dəfə. Tərsinə olacaq. Amma burada indi faizə vurduq, 100-ə böldük. O birində 100-ə vurub faizə bölürük. Yəni tərsinə olur o birində. Bunu da qayda dəftərinə yazmağınız lazımdır. Yazanlar isə yazmasa da olar.
17-də eyni qaydada həll edirsiniz. Bura qədər izlədinizsə, videonun yorumlarına ağ ürəyin yanında, əgər onları yuxarıda demişdim, yanına nə atın? Məsələn, bir dənə də mavi ürək atın. Tamam mı? Yəni mən bilim ki, siz izləmisiniz və başa düşmüsünüz. Başa düşmədiyiniz məqamlar olsa soruşmağı unutmayın. Sağ olun, salamat qalın.